Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natavan Camalzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bu günləri kurikulumdan düşünmə formalarından olan analitik, divergent, konvergent düşünmə haqqında məlumat verəcəm. Bəzən müəllimlər konvergent və divergent düşünməni rahatlıqla seçə bildiyi halda, analitik düşünmədə bir qədər çətinlik çəkirlər. Çünki bunlar arasında sıx oxşarlıq var. Və mən bunun haqqında indi sizə məlumat verəcəm. Və dərsə başlamamışdan əvvəl onu qeyd edim ki, siz bizim Mart sürət qrupuna qoşulmaq istəyirsinizsə dərslərimizə 050 837 0305 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz və qeyd edim ki, bizim sürət qrupunun digər sürət qruplarından fərqi odur ki, biz ümumi link atıb özümüz danışmırıq. Kimlər müəllimlə fərdi şəkildə ünsiyyətdə olmaq istəyir, təhlil eləmək istəyir, müzakirə aparmaq istəyirsə, bizim dərs qrupumuz məhz sizin üçündür. Hər kəsə fərdi yanaşırıq, hər kəsə tək-tək sual cavab edirik, hər kəslə fərqli situasiyalar təhlil edirik. Yəni, dərslərimiz yüksək keyfiyyətlə yenilənmiş metodika çərçivə sənədinə uyğun olaraq həyata keçirilir və bayrama özəl olaraq da bizdə endirim kampaniyası var. Həftədə 3 dəfə olur sürət qrupunun dərsi və onu da qeyd edim ki, 4-5 ayın proqramını 2 aya bitirəcəyik və təkrara qayıdacağıq. Kimlər dərslər haqqında məlumat almaq istəyirsə, qeyd edilən nömrəyə yaza bilərlər. İndi başlayaq. Analitik, divergent və konvergent düşünməyə. Müəllimlər, burada bilirsiniz ki, ümumiyyətlə istənilən düşünmə formasında şagirdin qarşısında bir problem olur. Bir problem var və bu problem nədirsə, bu problemin həllinə şagird çalışacaq və burada şagird hansı düşünmə formasındadırsa, o istiqamətdə yanaşacaq. Bu düşünmə formalarının hər biri bütün insanlarda var. Baxır, siz vəziyyətə uyğun olaraq, situasiyaya uyğun olaraq, siz qoyulmuş problemi hansı istiqamətdən baxırsınız? İlk öncə başlayaq konvergent düşünmədən. Konvergent düşünmə, müəllimlər, o demək deyil ki, bu yaxşı düşünmə deyil. İndi bunun izahını verim, deyəcəm sizə. Konvergent düşüncə, sualı deyir ki, konvergent düşünən insan, problemin bir düzgün cavabı var, bir mümkün həlli var. Misal üçün, mən problem qoymuşam. Gəlin problemi yazaq, bunun ətrafında müzakirə aparaq. Qlobal su problemi. Situasiyamız budur. Müəllim şagirdlərə qlobal su probleminin həlli necə olar? Bu problemi həll etməsini soruşur, deyir. Konvergent düşünənlər özünü əziyyətə salmayanlardır. Onlar özlərini əziyyətə salmırlar. Onlar bir yolla gedirlər, sınanmış yolla gedirlər. Digərlərinin istifadə etdiyi yolla gedirlər. Yeni fikir toplaya bilmirlər. Yeni fikir toplamaqda əziyyət çəkirlər. Onlar sınanmış yolla gedirlər. Fərqli yol axtarmırlar deyə tez nəticəyə gəlmək qabiliyyətləri yüksək olur. Həmçində ideya və fikirləri qiymətləndirmərək seçirlər. Bu nə deməkdir? Baxıram ki, qlobal su problemini həll edən ölkələr var. Bu ölkələr içərisində ən uyğun hansıdırsa tez onu seçəcəm və bu problemin həllinə tətbiq edəcəm. Qlobal su problemimiz olduğu kimi qalır. Divergent haqqında da məlumat verim, indi onları uzlaşdıracam. Divergent düşünmə formasında olanlar isə tamamilə konvergentin əksinədir. Yəni, bunlar daha çox perspektivdən baxırlar sualın həllinə, çoxlu mümkün cavablar axtarırlar, qəbul olunmuş yolların əleyhinə çıxırlar, yeni yollar axtarmağa çalışırlar. Onlar yeni yol axtardıqları üçün tez nəticəyə gələ bilmirlər. Onların bir problemi tapması üçün müəyyən qədər vaxt lazımdır ki, bu özü axtarsın, yeni bir yol tapsın, bu problemi həll edə bilsin. Və ideya və fikir toplama prosesinə fərqli yanaşmaları ilə seçilirlər. İndi bunları qarşılaşdırsaq, qlobal su probleminin həllini konvergent düşünmədə olanlar deyir ki, özümü niyə əziyyətə salım ki, elə mən bu problemin həllini, baxım görüm qonşu ölkələr necə həll edibsə, mən bizim ölkəmizdə də onu tətbiq eləyək də. Yəni, görürsünüz, heç bir yeni yol axtarmağa
bunlar yəni özlərinə əziyyətə salıb axtarmırlar. Nəsə bir kəşf eləyim, yeni düşüncə ortaya qoyum. Xeyr. Bunlar deyir ki, elə bunun həlli yolu var da. Məndən əvvəlkilər necə bu problemi həll ediblərsə, mən də o problemlə, o yolla gedim. Yəni özünü əziyyətə salmır, vaxt tez olur, tez məsələni həll edirlər, problemə tez yanaşırlar və o demək deyil ki, həmişə konvergent yanlışdır. İndi yenə onu da sizə məlumat verəcəm. Divergent düşünənlər, dedik axı yaradıcı düşünənlər, divergent deyəcək ki, mənə bu problemi həll etmək üçün mənə vaxt ver. 3 gün, 5 gün, 1 saat, 2 saat, neçə günsə mənə vaxt ver ki, mən bunun üçün yeni yol fikirləşim, yeni ideya fikirləşim. Ona görə deyir, problemi tez həll etməkdə çətinlik çəkirlər. Çünki bunlar yeni ideya axtarırlar axı. Divergent düşünənlər deyir ki, nə olsun ki, digər qonşu ölkələr bu problemi həll ediblər bu yolla. Mən bu yolla getmirəm. Nə olsun ki, onlar o yolla gediblər? Mən özüm yeni yol axtarım, görüm hansı daha alternativ yollar var. Divergent düşünənlərdir. Qlobal su probleminin həlli. Misal üçün, suyunu suvarmadan istifadə etmək olar və yaxud da suya qənaətlə hər hansı bir layihə kimi təqdim edə bilərlər də yeni bir yol axtarırlar. Və gördüyünüz kimi divergent yeni, özünə əziyyət verən, yeni yol axtaran, problemi həll edən, amma konvergent onun əksidir. İndi biz deyə bilərikmi konvergent həmişə yanlışdır? Xeyr. Bəzən elə situasiya var ki, burada elə konvergent düşünmək lazımdır məsələnin həllə. Misal üçün, mənim kitabım evdə qalıb. Bunun bir problemdir də. Mən bunun üçün divergent düşünməyə mənim ehtiyacım yoxdur ki, nə etməliyəm? Yoldaşıma deməliyəm ki, kitabını qoy ortaya, mən də baxım da. Yəni həmişə divergent deyə bilmə və yaxud da ki, mənim telefonum xarab olub. İndi mən bu telefon xarab olubsa, mən nə etməliyəm? 2 yolum var da. Ya özüm YouTube'a baxmalıyam ki, telefonumun problemi nədir? Onun yolunu tapmalıyam. Ya da ki, ən yaxşı variantı ustaya aparmalıyam telefonu. Yəni 2 yol var da. Yəni burada artıq mən divergent niyə düşünüm ki? Yəni mənə artıq bu divergent lazım deyil də. Konvergent daha məntiqlidir. Yəni mən bunu durub yeni bir telefon icad eləyənə qədər icad eləyəsi deyiləm də zaten. Yəni bunu nəzərə almaq lazımdır ki, konvergentlə divergentdə bəzən məsələnin həllinə elə konvergent yanaşmada vacibdir, konvergent yanaşmada lazımdır. Yəni biz deyə bilmərik ki, elə həmişə yaradıcı düşünmək, divergent düşünmək, müxtəlif yol axtarmaq yaxşıdır. Baxır situasiya. İndi gəlirik analitik düşünməyə. Analitik düşünmədə müəllimlər, onu da qeyd edim, sonra gedək analitik düşüncəyə. Baxın, qlobal su problemi. Qlobal su problemində mənə nə lazımdır? Bunun həlli. Mənə bunun səbəbi lazım deyil. Baxın, səbəb. Divergentdə də, konvergentdə də problemin həllinə çalışır. Onun səbəbini, dərinliyini araşdırmır. Amma analitik düşünmədə yenə şagirdin qarşısında bir problem olur. Konvergent və divergentdəki kimi. Amma burada səbəb daha dərindən axtarılır. Səbəb araşdırılır. Deyirəm ki, şəhər havası kənd havasına nəzərən daha çirklidir. Kənd havası daha yaxşıdır da. Bunun niyə belə olur? Analitik düşünənlər bunun fərqinə varır. Bunun səbəbini araşdırır. Divergent düşünən deyəcək ki, yeni yol axtarım görüm, nə edə bilərəm ki, şəhərin havası daha kəndin havası kimi təmiz olsun. Konvergent də deyəcək ki, qoy görək digər ölkələr necə eləyib, biz də elə eləyək. Amma analitik düşünən, görürsünüz, səbəb çox axtarılmır divergentlə, konvergentlə. Amma analitik düşünənlər bunun analiz edirlər. Bunun səbəbinin fərqinə varırlar. Daha çox təhlil edirlər. Yəni onlar analitik düşüncədə uşaq daima onu parçalayır, hissələrə ayırır, təhlil etməyə çalışır. Analitik düşüncədə daha dərin araşdırma gedir. Yəni səbəb daha dərin araşdırılır, belə deyək. Fərz edək ki, bir sinifin, mənim sinifimdə, ibtidai sinif müəllimim, mənim uşaqlarımın davamiyyəti zəifdir. Davamiyyət zəifdir, mən nə edəcəm? Mən bunu analitik düşünürəmsə, o saat bunun səbəbini araşdırıram. Araşdırıram ki, bunun səbəbi nədir? Digər fən müəllimlərindən də, digər sinif müəllimlərindən soruşuram ki, sizdə də davamiyyət zəifdir. Bu uşağın 3 nəfəri xəstədir, bəs bu uşağın 5 nəfərinə nə olub? Başlayıram ancaq bu səbəbi təhlil etməyə. Və yaxud qlobal su problemi. Mən buna yol axtarmaqdan əvvəl nəticəyə
əsaslanıram ki, mən bunu analiz edim ki, nə oldu ki, mən bu nəticəyə gəlindi ki, qlobal su problemi yarandı. Həldən əlavə problemi hissələrə alıb, ayırıb analiz edir. Bax, bu olur nə? Bu olur, deməli, analitik düşüncə. Fərqi görürsünüz, divergentlə konvergentdə səbəb bir o qədər də araşdırılmır. Onlar ancaq həll yolu axtarmaq istəyir. Amma analitik düşüncədə onlar səbəbi dərin araşdırırlar. Dərin şəkildə səbəb araşdırılır. Və situasiyaya uyğun olaraq biz istənilən situasiyaya həm divergent, həm konvergent, həm analitik düşüncədə yanaşa bilərik. Yəni, mütləqdir ki, bu yanaşmalardan hansısa biri şagirddə inkişaf eləsin. Və müəllimin də qarşısına qoyulan məqsəd odur ki, bu düşünmə formalarından hansısa birini, ümumiyyətlə hər birini biz şagirdlərdə formalaşdırmalıyıq ki, istənilən situasiyada oxşar cəhət nədir? Qeyd etdiyim kimi, hər üçündə qarşısında bir problem durur. Divergent problemi ancaq yeni yolla axtarmağa çalışır, gec nəticəyə gəlir. Konvergent deyir ki, mən sınanmış yolla gedim, özümü çox əziyyətə salmayayım, çox vaxt itkisinə yol verməyim. Amma analitik düşünən deyir ki, mən bunun səbəbini araşdırım, kökünə varım, görüm ki, bu hansı səbəbdən qaynaqlanır bu. Bax, bu da olur analitik düşünmə. Siz bizim YouTube kanalımıza abunə olaraq bu cür qısa izahlardan, həmçinin böyük mövzu izahlarından, situasiya testlərinin izahlarından xəbərdar ola bilərsiniz. Yetər ki, YouTube kanalımıza abunə olun, videonu bəyənin ki, bizim paylaşımlarımızdan anında xəbərdar olasınız. Sağ olun müəllimlər, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.